Başqalarını mühakimə etmək onlardan çox daha sizə zərər verir. Biz kimisə mühakimə etdikdə özümüzü hakim mövqeyinə qoyuruq. Başqaları ilə müqayisəyə giririk, onların xarakterini, zahiri görünüşlərini, davranışlarını qiymətləndiririk. Amma bundan biz nə əldə edirik? Birincisi, mühakimə daxilimizdə gərginlik və negativ emosiyalara səbəb olur. Çox vaxt anlamırıq ki, biz kimisə mühakimə etdikdə daxilimizdə qəzəb, əsəb, hətta nifrət hissini gücləndiririk. Bu emosiyalar bizim daxili resurslarımızı tükədir, müsbət enerjini bloklayır, stres yaradır. Biz negativə fokuslanmağa başlayırıq ki, bu da bizim əhval-ruhiyyəmizi və psixoemosional vəziyyətimizi pisləşməsinə gətirir çıxardır. Bizim başqalarında görüb əsəbləşdiyimiz xüsusiyyətlər çox vaxtı özümüzdə həll olunmamış problemlərin və ya komplekslərin əksidir. Məsələn, biz kimisə qeyri-səmiyyətinə görə mühakimə ediriksə, bu halda özümüzün nə qədər səmimi olduğunu düşünməliyik. Başqa bir məqam, biz kimlərisə mühakimə etdikdə empatiya və anlama imkanını bloklayırıq. Onun niyə belə davrandığını anlamağa çalışmaq əvəzinə biz ona etiket yapışdırırıq. Amma digər tərəfdən mühakiməni buraxmağı öyrəndikdə biz daha azad və yüngül yaşayırıq. Anlayırıq ki, hər bir insanın öz hekayəsi, öz səbəbləri və yaşantıları var. Bəs siz kimisə mühakimə edirsinizmi? Və sonra özünüzü necə hiss edirsiniz? Bu qədər. Uğurlar.